Salam sizə abituriyentlər. Bugün izah edəcəyik konfərsləri. Onlu gördük, yadımıza saxlarıq ki, onludan sonra mütləq gəlməlidir. Ya elil olacaqdır və elil olarsa təbii ki, üstəgəl uncountable. Yəni mütləq ki, sayılmayan gələcəkdir. Ya da ki, only üstəgəl yenə eni unutmayaq. Üstəgəl few olacaqdır. Bu da təbii ki, countable olmalıdır. Countable olmasıyla yanaşı üstəgəl plural da mütləq olmalıdır. Onu da unutmayaq. Ona görə də burada touristi dərhal nöqtələrdən sonra gördüm və bunun cəm olduğuna fikir verək ki, few-ni dərhal götürək. Nöqtələrdən sonra mani görmüşəm və yadımda saxlayıram ki, few-dan sonra cəm, will-dan sonra tək və uncountable olaraq da sayılmayan. Mendən sonra mütləq plural, yəni cəm gəlməlidir. Elotdan sonra ümumiyyətlə isim gəlmir. Nə gəlmir elotdan sonra? Noun gəlməz heç vaxtda. Noun gəlmir. O səbəbdən də doğru variantımız we have very little money. Ümumiyyətlə verydən də sonra yadda saxla ki, article gəlməz. Dərhal sil. Money sayılmır. Sil. The variantını götür. Gedirəm. They receive much information. Maçı yadımda saxlayıram ki, maç üstəgəl sayılmayan tək, ki, information'a sayılmayan təkdir, götürdüm. Menüdən sonra mütləq cəm gəlməlidir, sildim. Elotdan sonra ümumiyyətlə isim gəlməz, sildim. Few-dan sonra nə gələr? Cəm gələr, sildim. Information sayılmır, artiklın dərhal düşər. Doğru variantım A-ya gedəcək. Davam edirəm. Nöqtələrdən sonra luggage gördüm və bu yük deməkdir və bu uncountable-dur. Uncountable'dan. Menüdən sonra cəm gələr, sildim. Few-dan sonra mütləq cəm gələr, sildim. Elotdan sonra ümumiyyətlə isim gəlmir, sildim. Few-dan sonra və ya few-dan sonra mütləq cəm gələcəkdir. Doğru variantım təbii ki, gedəcək A variantına. Few lap azdır, few birazdır, müsbət xarakterli, lakin ikisindən sonra mütləq cəm gələcək. Is there any honey? Honeydən söhbət gedir əlbəttə ki. Yes, there is. Meni cəmə üçün istifadə olunur. Honey, yəni mənim ismim sayılmayandır. Bax, buna fikir verməliyəm. Few cəmdir, few cəmdir. Onludan sonra gələr, sildim və doğru variantım D-ya gedəcəkdir. Davam edirəm. They were only görmüşəm və mütləq artiklına müraciət etməliyəm. Daha sonra passengers gördüm, cəm gördüm. Menini, elotu, maçı, elitlə atdım. Doğru variantım few, çünki few-dan sonra cəm gəlməlidir mütləq. Davam edirəm. Nöqtələrdən sonra friend sözü görmüşəm və bu cəmdir. Does your son have many friends? Bəli, bir variantını götürəm. My sayılmayan tək, uncountable, singular all the time. Elotdan sonra ümumiyyətlə isim gəlməz. Little friends demərəm əlbəttə ki, sayılmayan gəlməlidir. Little'dan sonra maçdan da sonra mütləq sayılmayan geçək. Davam edirəm. How much water do you drink every day? I drink water'dan söhbət gedir əlbəttə ki. Məni cəm, sildim. Few cəm, sildim. Few cəm, sildim. Elotdan sonra isim gəlməz, sildim. A variantını doğru götürdüm. Elot üstəgəl. A lot of. Üstəgəl. Əgər countable-dırsa, mütləq plural olacaq, cəm olacaq. Yox, əgər uncountable-dırsa, üstəgəl mütləq, yəni həmin isim mütləq singular olmalıdır. Axıra qədər yazmıram, artıq aydındır nə demək istədiyim. How much butter is there in the fridge? There is. Görürəm ki, butter gəlib sayılmır. Few cəm sildim, few cəm sildim, many cəm sildim. Elotdan sonra isim gəlməz sildim. Doğru variantım Y-yə gedəcəkdir. Və lot of-un özəlliyi odur ki, a lot of. Üstəgəl plural countable-dırsa, bax şərt qoyuram. Singular, bu isə uncountable-dırsa. Bax, buna fikir ver. Gedirəm, water sözü gördüm və bu sayılmır, təkdədir. There was water in the river and they decided to cross it. There was, many'dən sonra cəm gələr, sildim. Few-dan sonra cəm gələr, sildim. Elotdan sonra isim gəlməz, sildim. Few-dan sonra cəm gələr, sildim. Doğru variantım A variantına gedəcək, davam edirəm. The hotel wasn't very expensive. It didn't cost very. Nöqtələrdən əvvəl feil gəlibdi və yadımda saxlayıram ki, feil, üstəgəl, maç ifadəsi mövcuddur. Baxmayaraq ki, biz indi dedik ki, maçdan sonra sayılmayan tək isim gəlir. Amma maç eyni zamanda da
Feildə də istifadə olunur. The hotel wasn't very expensive. It didn't cost very many demərəm əlbəttə ki. Very few-dan sonra mütləq cəm gələr. Many-dən sonra mütləq isim gələr və o cəm gələr. Və very little-la a little arasında qalıramsa əlbəttə ki. Very-dən sonra article gəlməz dərhal sildim. İkisi arasında qalıram. Little özü inkardır. Bax, az mənasını ifadə edir. İnkar bir cümlədə gəlməz dərhal. B variantını götürəcəm. O çox qiyməti baha deyildi. Yəni çox pula dəymirdi. I couldn't buy that car because it cost too. Too gəlibdi. Too, so və very. Too, so və very. Bir də yazaq. Too, so və very. Bax, bu üçündən sonra article gəlməz. O səbəbdən də to'dan sonra article sildim. I couldn't buy that car because it cost too. Qiyməti çox baha idi. Qabaqda feil gəlibdi. Yenə bayaq dediyim kimi. Too many demərəm. Mütləq isim gəlməlidir. İsim. İsimsiz olmaz bunlar. Maşın little arasında qalsa isə deyir, maşını ala bilmədim. Çünki o çox baha idi. Yəni qiyməti çox baha başa gəlir. Ona görə D variantını götürəcəm. İstədim ikisi arasında qalıb tərcüməyə getməsi. Ümumiyyətlə yadımda saxlayıram ki, cost, üstəgəl, yəni feil qısaca, üstəgəl, a lot, much, a little. Verə bilirəm, lakin diqqətli olmaq lazımdır ki, tərcümə sənə doğru yolu göstərsin. 21-ə gedirəm. Had to speak to people gəlib cəmdədir. About the accident. As she didn't have. Nöqtələrdən sonra information görmüşəm. Və mən bilirəm ki, ən azı üstəgəl sayılan tək olmalıdır sildim. Əndən sonra sayılan tək olmalıdır sildim. Getməliyəm tərcüməyə. Sarah had to speak to a lot people deyə bilmərəm. A lotdan sonra isim gəlməz. Maşından da sonra mütləq ki, sayılmayan gələr sildim. Doğru variantım Y variantına gedəcək. Tərcüməyə ehtiyac olmadı, silə-silə getdim. I'm sociable by nature. Deyir ki, təbiətcə mən sosialam. That's why I have a lot of friends deyərəm və very many deyərəm. Few, lap az deməkdir, yoxa bərabərdir. Maşından da sonra sayılmayan tək gələcək. A lot of sayılacağım, sayılmayan tək. The town is very interesting place to visit. That is why very many and a lot of deyərəm. Deyir ki, şəhər ziyarət olunası yaxşı yerdir, maraqlı yerdir. Belə ki, çoxlu turist bura gəlir. Few təbii ki, sənə düzgün tərcümə verir. Necə deyim, az adam gəlir. Granny looked baked rolls gəlib cəmdədir və maçdan sonra sayılmayan tək, Emily-dən sonra sayılmayan tək. Emily little nəzərdə tuturdu. Menini götürərəm əlbəttə ki, only few-nu götürərəm and Granny və 3-ü götürərəm. 3, 4, 5 doğru variantımdır variant. Davam edirəm. Children picked purple flowers cəmdədir. O səbəbdən də mən götürərəm menini cəm olaraq. Only few-nu cəm olaraqdan maçı sildim sayılmayan tək. A lot of-dan sonra sayılacağım sayılmayan tək. Only little-ı sildim. Doğru variantım 1, 2 və 5-dir. Davam edirəm. With buğla deməkdir. Və bu sayılmır təkdədir. Only görmüşəm. Bilirəm ki, mütləq E-yə ehtiyacım var. Dərhal sildirəm. With-dən söhbət gedir. Sayılmır. Few-nu sildim. Few-nu sildim. İkisi arasında qalıramsa. With-dən yenə söhbət gedir. Few-nu sildim. D variantını doğru götürdüm. Will you buy much with? No. Only a little dedim. Caviar. Kürü deməkdir. Və bu sayılmır. Burada da yenə only gördüm. Only gördüyüm üçün few-nu attım, little-ı attım və caviar sözü sayılmır. O səbəbdən də few-nu attım, menini attım və gedirəm, baxıram ki, yenə bəli, burada da few-nu atmalıyam. Doğru variantım Y variantına gedəcəkdir. Do you have much time to prepare the cake? Enough time da deyərəm əlbəttə ki, kifayət qədər vaxtım varmı? Kate is clever enough. Bir də yadımda saxlayıram ki, sifət üstəgəl enough olacaqdır. Enough'ın isimlə işlənmə qaydasında isə enough üstəgəl isim olacaq. Zərfin işlənmə qaydası isə zərf üstəgəl enough olacaq. Və doğru variantım enough'a gedəcək əlbəttə ki, burada how many cookies gəlibdir. İsim cəmdədir. İsim cəmdədirsə mən dərhal ən azını silərəm. Çünki ən az üstəgəl
singular, all the time singular, hər zaman tək. Others'dan sonra ümumiyyətlə isim gəlməz, sildim. S-lə bitənlərdən sonra isim gəlmir, dərhal sil. Maçdan sonra sayılmayan tək gələcəkdir, singular and uncountable all the time. O səbəbdən də how many more ifadəsi də mövcuddur, rahatla istifadə olunur. B variantı doğrudur, daha nə qədər cookie. How many days gəlibdir, cəmdədir və yadımda saxlayıram ki, ən azından sonra tək və o da mütləq countable olmalıdır, uncountable ola bilməz. Much, uncountable, singular, yəni sayılmayan tək. Others'dan sonra ümumiyyətlə isim gəlməz, isim gəlməz. How many more ifadəsi doğru. Problems var, cəmdədir, xəbərim cəmdədir. Baxıram, içdən sonra mütləq, üstə gəl tək, sildim. Elotdan sonra ümumiyyətlə isim gəlməz, sildim. The number of üstə gəl isim cəm, lakin xəbər təkdir. Qaydası budur. A number of doğrudur, götürdüm. Və doğru variant 2, 3'dür. Some problems have risen, a number of problems have risen deyə bilərəm. İsim cəmdədir. Everin dərhal silərəm. Everdən sonra mütləq tək gəlməlidir. Və sayılan. A number of üstə gəl, isim cəm, xəbər cəm. 3'ü götürdüm. İç üstə gəl. İsim cəm, xəbərim təkdədir içdə. Xəbər təkdədir. Qaydası budur. Dərhal sildim. Samdan sonra isim cəm, xəbər cəm gələcəkdir. The number of da isim cəm, xəbər tək olmalıdır. Sildim. Doğru variantım hara getdi? A number of students'ı götürdüm və samı götürdüm. 2-3 doğru variantım olacaqdır. Gedirəm, davam edirəm. Reasons cəmdədir. A little'dan sonra sayılmayan tək gələcək, maçdan sonra sayılmayan gələcəkdir. İsim cəmdədir, cəmdir. O səbəbdən də 2-ni 3'ü rahatlıqla götürdüm. Programımızdan söhbət gedir əlbəttə ki və o cəmdədir. O səbəbdən də maçı sildim, a little sildim və 1'i götürə bilərəm. To many use program several deyərəm və few da deyə bilərəm. 1, 5, 4 və ya 1, 4, 5 Y variantıma gedəcəm. Doğru variant olaraqdan furniture'dən deyil, furniture shops'dan söhbət gedir. O səbəbdən silirəm maçı, a little. 2'ni 3'ü sildim, təsəvvür edək. 2'ni sildim, 2'ni sildim, 3'ü sildim, 2'ni sildim. B variantı doğru, heç digərlərini maraqlamır. Qırışda mənə deyir ki, wrong-u tap, yəni səhvi tap. Doğrudurmu? Mən dərhal məni homework-ı səhv olaraq götürürəm. Çünki məndən sonra mütləq cəm gələcəkdir. Və homework isə sayılmayandır, təkdədir, dərhal silirəm. A beautiful glass deyərəm, yəni gözəl bir eynək mənasında. Many times dəfə mənasında istifadə oluna bilir cəm olaraqdan. Yəni many times ifadəsi uşaqlar bəzən çaşırlar, lakin dəfə mənasında cəmlənə bilər. Interesting works əsər mənasında cəmlənə bilər. A little boy isə balaca bir oğlan mənasında istifadə olunub. Wrong artıq bizim üçün aydındır. Yine which is wrong deyir. Interesting work doğrudur. Many times doğrudur. Beautiful glasses doğrudur. Many housework əlbəttə ki yanlışdır. Little house isə balaca bir. Burada balaca. Balaca mənasından tək sayıla bilən gələcəkdir little'dan sonra və ya little'dan sonra cəm gələ bilər. Balaca mənasında, lakin diqqətli olmaq, tərcüməyə fikir verməli. Diqqət gig was information. Mən bilirəm ki bu uncountable-dan və singular all the time. Təbii ki uncountable və mütləq ki təkdə sayılmayan olacaqdır. Few'nu sildim. Many'ni sildim. 1'i 4'ü sildim. 1'i sildim, 1'i sildim, 4'ü sildim, 4'ü sildim. Və salam, cavabım hazır. C variantı. Əmin olduqlarına yola çıxmasın. Have you got courage? Courage sözü bilirəm ki sayılmır. Cəsarət deməkdir, mücərrəd isimdir. O səbəbdən də mən silərəm nəyi? Have you got enough courage to overcome? 1'i götürərəm. A little more courage götürərəm. Any more götürərəm. Only if you courage sayılmır. Dərhal silərəm. Elotdan da sonra isim gəlməz. 1, 3, 5 doğru variantım. A variantı. Davam edirəm. Have you got confidence? Özgüvən deməkdir və enough confidence deyərəm. Few cəmdədir. Sildim. Elotdan sonra isim gəlməz. Sildim. Any more, a little more deyərəm. 1, 3, 5 doğru variantım. A variantı. Gedirəm. Only görmüşəm və mütləq few, a little gəlməlidir mən. Elotu dərhal bu arada sildim. Maçı sildim. Few'nu sildim. İkisi arası qalıram. Countries gəlibdir. Cəmdədir. Cəm olduğu üçün little'ı sildim və B variantını doğru götürdüm əlbəttə ki. Practice sözü görəm və bu sayılmır təkdədir. O səbəbdən də mən many'ni sildim. Few'nu sildim. Elotdan sonra isim gəlməz. Sildim. 1 və 3'ü doğru götürdüm. Experience gəlibdir. Sayılmır təkdədir. Many'ni sildim.
Elotdan sonra isim gəlməz. 2-ni 4-ü tutalım, sildik. 2, 2, 4, 2 və salam. Hazır variantımdır. Variantı özü mənə göstərdi. Gedirəm documents salın cəmdədir və there are a few documents in the research laboratory but only a little davam edə bilmərəm əlbəttə ki. Çünki söhbət yenə documentsdan gedir də, yəni bu hissədə də. Nə olsun ki, adı çəkilməyibdir. Many documents in research laboratory but only a few. Bir də only görürsəm, sənə e lazımdır. Sildim. Və elotdan da sonra isim gəlməz. Sildim. Doğru variantım C variantına gedəcək əlbəttə ki. Və few letter boxes götürdüm, cəmdədir. A few letter boxes olmalıdır. Sildim. Few fig leaves doğrudur, götürdüm. A few fig leaves olmalıydı. Sildim. Doğru variant 1 ilə 4'dür və hazır C variantım. A few applications olmalıdır. Sildim. Few applications doğrudur, götürdüm. Few raindrops doğrudur, götürdüm. A few raindrops olmalıdır. Sildim. Doğru variantım 2 və 3 idi. That kind of job requires, bu tipli işlər deyir ki, çoxlu səbir tələb edir. Peşin sözü sayılmır, few'nu sildim. Elotdan sonra isim gəlməz, sildim. Few'nu sildim. Əlbəttə ki, doğru variantım 2 və 3 olacaqdı.